Məni izləyən hər kəsi salamlayıram. Gününüz uğurlu olsun deyirəm. Bugün yenə faydalı bir videola gəldim qarşınıza. Əncir yarpağının nə qədər faydalı olduğunu bilirdiniz. Əgər bilmirdinizsə ekrana yaxın əyləşin. Bugün sizə əncir yarpağının nə qədər faydalı olduğundan sizlərə danışacağam. Nə edirəm? Rayondaydım, əncir yarpağından yığdım, gətirdim. Bəlkə bəzilərinizə adi bir yarpaq kimi görünə bilər. Deyərsiniz ki, adi bir yarpaqdır. Amma inanın ki, bu adi bildiyiniz yarpağın nə qədər faydaları var, bir bilsəz. Bundan danışacağım sizə. Əncir yarpağını yığdım və təmiz-təmiz yuyuram, quruduram. Bunları yuyandan sonra 3-4 gün otaq temperaturunda quruduram, sərin yerdə. Və bunun nə kimi faydaları var? Bunun faydalarından danışsam videom bitər. Onu deyə bilərəm ki, əncir yarpağı öskürəyə, soyuq dəyməyə və ən əsası ürək və qan damarına, yüksək təzyiqdən əziyyət çəkənlərə, şəkərli diabetdən əziyyət çəkənlərə çox faydası var. Gördüyünüz kimi yarpaqlarımız yavaş-yavaş quruyur. Bunu necə istifadə edəcəyik, onu da deyim. 1 yemək qaşığı qurudulmuş yarpağı 1 stəkan suda dəmləyib qəbul edirik. Gün ərzində 2 dəfə qəbul etmək olur. Sadəcə mən bunu quru çaya qatacağam. Niyə quru çaya qatacağam? Çünki bilirəm ki, bu formada dəmləyib içməyi unudacağam. Düşünəcəm ki, bugün içərəm, sabah içərəm. Belə deyə vaxtlar gedəcək. Amma quru çaya qatanda istəsən də, istəməsən də, yaddan çıxsa da, çıxmasa da hər gün bunu qəbul etmiş kimi olacaqsan. Çünki bilirsiniz, millət olaraq çay içən millətik. Gün ərzində ən azından 2 dəfə, 3 dəfə, 4 dəfə çaydan içəcəm və bundan da qəbul etmiş kimi olacağam. Bu daha yaxşıdır mənim fikrimcə. Siz necə düşünürsünüz? Bunu yorumlarda yazın. Gördüyünüz kimi yarpaqları yudum, qurutdum və bu formada ovdum. Kimin nə kimi sualı olsa yorumlarda yazsın, cavablandıracağam. Əziyyətə dəyər verən, videolarımı izləyən, bəyənən, şərhlər yazan hər kəsə öncədən təşəkkür edirəm. Allah razı olsun deyirəm. Gördüyünüz kimi yarpaqları ovdum və qaba yığıram. Bu qaba yığdığım artıqdır, yəni bunu sonradan istifadə edəcəm. Bunu həmişə doldurub qoyuram, soyuducuda saxlayıram bunu. Və qalanını isə çaya qatıram. Mən beta çayını sevdiyim üçün beta çayına qatıram. Siz istədiyiniz çaya qata bilərsiniz. Mən biraz buna qızılgül qurusu da qatıram. Bunu da özüm qurutmuşam. 40 yarpaq qızılgüldür, ətirli qızılgül. Bunun da ürəyə çox faydası var. İkisi də ürəyə faydalı olduğu üçün bunları bir-birinə qatıram ki, ürəyə faydası olsun. Bilirsiniz, orqan olaraq ən önəmlisi ürəkdir. Ürəyə yaxşı qulluq edək ki, o da bizə yaxşı baxsın. Gördüyünüz kimi qarışdırdım və çay qabıma doldurdum bu formada. Bəli, dəyərli izləyicilərimiz, bir faydalı videonun daha sonuna gəldik. Paylaşdığım videolar kimlərəsə fayda olursa, nə xoş mənə. Gəlin sağlam qidalanaq ki, sağlam da yaşayaq. Allah'a əmanət olun.